Herkese salam dostlar. Bugün otağımı yeniləyirik və mən sizə bunun hamısını mərhələli şəkildə göstərəcəm. Burada artist eləyirəm, vlog üçün. Bu aboylardır, bu qaymədə bunu da göstərirəm niyəsə. Otağım bu vəziyyətdə idi, bu haldaydı. Daha doğrusu əvvəlki halını çəkməmişəm deyə əlavə etməmişəm. Burada yalandan artistliklər eləyirəm, belə şeylər eləyirəm ki, vloqa qoyum. Burada belə eləyirəm ki, Və bunların heç biri olmadı təbii ki. Mən bu qədər sərgəli şəkildə düzəldə bilmədim bu vloqu. Burada canım Hiram, canım pişiyim mənim, həyatımın mənası, amma bir o qədər də dəcəl olan Hiranı öpürəm, qucaqlayıram. Sonra görürəm ki, o birisi pişik də qıraqdan baxır və deyirəm ki, niyə onu da öpməyim? Ay, yərəm də bunlara. Bunu da öpməyə qərar verdim. Bunun boğazının altını çox sevirəm. Öpürəm, doymuram, boğuram. O da dilini çıxardır. Sonra bugün Qurban Bayramıdır. Dedim ki, qoy gedim canım anamın bişirdiyi yeməyi göstərim sizə. Anam dedi ki, ay qız bu nə tava qapağı falandır. Dedim, amma eyb yoxdur, qoy belə daha təbiidir. Həqiqətən də anamın əl dadı çox gözəldir. Çox gözəl yemək bişirmişdi. Göz haqqınızı halal eləyin. Burada bu pişiklər həmişə dalaşırlar və mən də dedim ki, nə əcəbsə bunlar bir yerdə oturublar. Sonra təbii ki, balaca böyük dişlədi, böyük də qaçdı. Balaca da yenə hakimiyyətini elədi. Bu da otağımın son halı. Əsl prenseslərə layiq bir otaq. Atam usta olduğuna görə usta haqqı vermədi. Atamla ikimiz özümüz düzəltdik. Atama buradan təşəkkür edirəm, öpürəm, çox sağ ol deyirəm. Sağ olun.